Salam dəyərli izləyicilər. Mən bu gün Pifaqor teoremi haqqında danışacağam. Düzdür, 21-ci əsrdir. Bugünkü gündə bir çox ustalarımıza lazımdır. Misal üçün lazerin var, 90 dərəcə çıxartmaq istəyirsən, rahat lazerdən 90 dərəcələri tinlərdən götürürsən, rahat 90 dərəcələri çıxarda bilirsən. Amma misal üçün lazer yoxdur, evinizin diaqonalının düzgün şəkildə hesablanmasını izah edəcəm. Pifaqor teoremi. Düz bucaqlı üç bucaq. Deməli qardaşlar, buranı A, burada A, B, B. Biz burada bunu da C adlandıraq. C. Deməli, hal-hazırda bura 90 dərəcədir. 90 dərəcə, 90 dərəcə. Biz 90 dərəcəni tapmaq üçün, yəni bunu tapmalıyıq ki, buradan bura məsafəni tapmalıyıq ki, evimizin diaqonalı yəni düzgün olsun. Tin bucaqlarımız 90 dərəcə olsun. Deməli, C kvadratı bərabərdir A kvadratı plus B kvadratı. C də bərabərdir kök altda A kvadratı plus B kvadratı. C-ni tapmaq üçün misal üçün 3, 4, 4, 3. A oldu 3, B oldu 4. C bərabərdir kök altda 3-ün kvadratı plus 4-ün kvadratı. C bərabərdir kök altda 9 plus 16. C bərabərdir 9 plus 16 eləyir 25. O da C bərabərdir kök altdan çıxardanda eləyir 5. Deməli, qardaşlar, 90 dərəcəni tapmaq üçün bizim bu nöqtədən bu nöqtəyə olan məsafə 5 metr olmalıdır ki, bizim tin bucaqlar 90 dərəcə olsun. Yəni Pifaqor teoremi bu qədər basitdir, yəni rahatdır. Burada başqa rəqəmlərdə istifadə oluna bilər. Misal üçün